Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair güya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil. News 24 xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Facebook hesabında yazıb. Onun sözlərinə görə həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib. Belə ki, o 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayının doğum haqqında şəhadətnamə alıb. Bundan sonra o qaydada ona hər iki uşağın doğulmasına görə müavinət təyin olunub. Lakin İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i də o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib. Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir.